Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gördük. Bu dəfəki mövzumuz təbii ki, Zəfər günü ilə bağlı olacaq. Elə öncədən bayramınız mübarək olsun. Və müharibə ilə bağlı, 44 günlük müharibə ilə bağlı fikirlərimi bölüşməyə çalışacağım. Açığı 44 günlük müharibə ilə bağlı çox danışmışıq, çox yazmışıq. İzləyənlər, yazıları görənlər, hər kəs bilir. Amma bu müharibəyə bu il bir qədər fərqli baxmaq məcburiyyətindəyəm. Niyə? Yaxın zamanlarda bir ölkənin hərbi ataşesi sual verdi mənə və bildirdi ki, soruşurdu ki, ümumiyyətlə necə oldu ki, siz 44 gün ərzində bu qələbəni əldə elədiniz? Yəni və sualın təbii ki, detalları da var idi. Detallar ondan ibarət idi ki, bu qədər çətin vəziyyət, bu qədər ağır müdafiə, dərinləşdirilmiş müdafiə zolağı Ohanyan xəttindən gedir söhbət. Relyef, dağlar və dağa doğru, ümumiyyətlə hücumun dağa doğru təşkil olunması və Ermənistan ordusunun müqaviməti, bütün bunların hamısını nəzərə alıb bu sualı verdi. Və təbii ki, bu suala cavab olaraq, yəni buna sadə cavab tapmaq mümkün deyil. Yəni çünki açıq demək lazımdır. Biz 3000'ə yaxın, yəni yuvarlaqlaşdıraraq deyirəm bu sözü, 3000'ə yaxın biz şəhid verdik. Və Ermənistan ordusunun da itkilərini yuvarlaqlaşdırsaq, təxminən 5000 də onların itki verməyinə bağlı, rəsmi rəqəmlərdən gedir Ermənistan tərəfindən, 5000 də onlar itki verdi. Sual nədən ibarət olur? Yəni normalda dünyanın hər bir yerində, bütün dünyadakı hərbi nəzəriyyələrə biz baxanda açıq şəkildə bunu demək lazımdır ki, Ermənistan ordusu, yəni biz özümüzü qoyuruq kənara, Ermənistan ordusu necə ola bildi ki, yəni 5000 itki verdiyi halda Azərbaycan 3000 şəhid verdi. Və qüvvələr nisbətini minimumdan hesablayaq, 1/3 nisbətində hesablasaq, bunu Çin nəzəriyyəsi ilə, NATO nəzəriyyəsi ilə və hətta Rusiya nəzəriyyəsi ilə hesablayanda bütün hesablamalara və mənim dediyim bu hesablamaları istənilən bir şəxs süni intellektə də sual verə bilər. Əgər düşmən tərəfi 5000 itki veribsə, qarşı tərəf, yəni hücum edən tərəf nə qədər itki verməlidir? Bu sualı verin, cavabları alacağız. Çin ümumiyyətlə Çin nəzəriyyəsinə görə ən aşağı hesabla götürəndə təxminən 12-13 min Azərbaycan ordusu itki verməli idi. NATO'ya görə elə təxminən o da aşağı yuxarı eynidir. 14-15 min itki verməli idi. Rusiya nəzəriyyəsinə görə isə və ümumiyyətlə bu xüsusi qeyd olunmalıdır ki, Ruslarda itki daha çox olduğuna görə və hətta bunu hər ki özləri də qəbul edir, bütün dünya nəzəriyyəsi də qəbul edir ki, Ruslarda itki daha çox olur. 15-17 min arasında itki verməliydik. Əsas sual budur ki, necə oldu ki, biz 15 min, 17 min, lap 13 min itki verəcəyimiz halda biz cəmi 3000'ə yaxın şəhid verdik. Və bu əslində hesab edirəm ki, bəzən deyirlər Azərbaycan ordusunun müharibəsini Amerikada müzakirə eləyirlər, İngiltərədə müzakirə eləyirlər, Avropada müzakirə eləyirlər, Rusiyada müzakirə eləyirlər. Əslində bizim necə döyüşməyimizi müzakirə eləmirlər. Əslində onlar üçün də maraqlı olan tərəf budur ki, hücum eləyən tərəf necə ola bilir ki, müdafiə olunan tərəfdən xeyli sayda, bəlkə də yarıya yarı az itki verir. Və əslində Azərbaycan ordusunun əsas diqqət çəkilən məqamlarından biri hesab edirəm ki, budur. Və Azərbaycan buna baxdıqda biz deyə bilərik ki, Azərbaycan ordusu hansı işləri görüb. Hesab edirəm ki, bunun əsas səbəblərindən biri Azərbaycan ordusunun, Azərbaycan zabitlərinin qarşı tərəfin, yəni düşmən tərəfin zabitlərindən daha ağıllı, daha savadlı və hətta deyərdim ki, daha hiləgər. Nədənsə Azərbaycanda bu hiləgər sözünü biraz səhv anlayırlar, yəni bir qədər, bilmirəm, pis başa düşürlər niyəsə. Amma bu hiləgərlikdir həm də. Və Azərbaycan ordusu kifayət qədər qarşı tərəfdən daha hiləgər, daha ağıllı, daha savadlı və daha cəsarətli oldu. Və ona görə də düşünürəm ki, Azərbaycan ordusu
bu qələbəni əldə edə bildi. Bundan əlavə Azərbaycan ordusu əlində olan bütün silahlardan, sursatlardan, hamısından tamamilə fərqli formada istifadə elədi. Biz məsəl üçün bayraqdarları götürək, bayraqlardan biz istifadə elədik. Ukrayna ordusu da ilk başda istifadə elədi, hətta ona mahnılar da yazmağa başladılar, amma sonra nəticə vermədi. Amma Azərbaycan ordusu bundan ciddi nəticələr aldı. Və yaxud da ki, İsrail tərəfinin, hətta İsrail tərəfi Hermeslərindən belə, yəni İran tərəfi nə qədər saysız hesabsız Hermes vurmuşdu. Və videolar da var idi bunun, hər kəs bunu görürdü. Amma biz necə istifadə elədik bunlardan? Və biz onların ümumiyyətlə hava hücumundan müdafiə sistemlərini necə sıradan çıxartdıq ilk günlərdə. Kukuruznikə qədər biz onları allada bilmişdik. Azərbaycan ordusunun yəni təkcə döyüşməkdən əlavə həm də maketlər üzərindən. Məsəl üçün Tərtər istiqamətində bir maket var, top maketimiz var idi. Onun ətrafına, yəni onu vurmaq üçün ermənilər 1000-dən çox mərmi istifadə eləmişdilər. Və ən sonunda onlar başa düşdülər ki, əslində bu heç top da deyilmiş, yəni bu maket imiş. Bəlkə də müharibə bitəndən sonra başa düşmüşdülər bunu. Yəni Azərbaycan bu müharibəni çox fərqli formada apardı və düşünürəm ki, çox ağıllı apardı, çox savadlı apardı və maksimum nəticəyə minimum itki ilə necə getmək olar, bununla getdi. Və məsəl üçün Rusiya-Ukrayna müharibəsinə baxırıq. Ruslar hansısa bir istiqamətdə dirənirlər, dirəniş göstərirlər. Nə qədər itki versələr də o istiqamətdə davam etmək istəyirlər hücumlarını. Amma Azərbaycan ordusu belə eləmədi. Misal üçün Şuşaya Qırmızı Bazar istiqamətdən getmək lazım idi. Planlama o idi. Baxdılar ki, burada çox itki verəcək, nəticə başqa olacaq. Tamamilə fərqli bir istiqamət seçdik. Və ən önəmli olan getdik, nəticəyə çıxartdıq. Və biz bu müharibəyə bir qədər strateji tərəfdən baxmaq lazımdır. Yəni biz nəyin şahidi oluruq? Dünyada bir çox ölkələrin ərazisində separatizm var. Və postsovet məkanında da Rusiyanın yaratdığı bir çox separat ocaqları var. Misal üçün Gürcüstan 20% işğal altındadır. Moldova işğal altındadır 20% yenə də. Və Ukraynanın da indiki mərhələdə 20% işğal altındadır. Və biz məsələyə bir qədər Rusiyadan çıxıb geniş baxdıqda İngiltərənin yaratdığı münaqişə ocaqları var və separatizm məntəqələri var. Amerikanın, yəni dünyanın bir çox yerlərində, yaxın şərqi olsun, Afrika olsun, dünyanın bir çox yerlərində, bir çox istiqamətlərdə separatizm mərkəzləri var, işğal olunmuş ərazilər var. Və biz əslində fərqində deyilik ki, necə oldu ki, yəni biz əslində dünyada bəlkə də yeganə xalqlardan biriyik ki, buna son qoya bildik. Hətta həm də qarşımızda təkcə yəni Rusiyada deyildi. Yəni bu məsələdə yəni bu məsələdə biz Fransanın da rolunu gözəl görürük. Hətta BMT-nin Təhlükəsizlik Şurasına bu məsələləri qaldırmaq və digər məsələlər baş verdi. Amma ümumi olaraq və ən sonunda nəticə nədir? Azərbaycan nəinki işğal olmuş əraziləri, yəni Dağlıq Qarabağ, yəni ermənilərin olduğu qaldığı bir istiqamət var idi, yəni təkcə oranı yox. Ümumiyyətlə bütövlükdə öz suverenlik məsələsini həll elədi, bərpa elədi və hətta ermənilərin də buradan artıq köçüb çıxıb getdilər və məlum olur ki, onlar ümumiyyətlə Ermənistanda da yaşamaq istəmirlər, bir hissəsi gediblər başqa yerə. Ermənistan dövləti artıq onlara da ev verir ki, bu demək ki, onlar geridə qayıtmaq istəmirlər. Yəni biz bəzən müharibəmizə düzgün də qiymət verə bilmirik və biz Azərbaycan ictimaiyyəti düşünürəm ki, öz zabitlərinin əməyinə də düzgün qiymət verə bilmirlər. Və biz başqa şeylər axtarırıq bu müharibənin arxasında, bu qələbənin arxasında. Yəni xarici qüvvə axtarırıq, başqa işlər axtarırıq. Amma heç kim nədənsə etiraf eləmir, heç kim nədənsə istəmir ki, desin ki, məsələn Azərbaycanın filan generalları bu müharibədə qalib gəlməyimiz üçün bu addımlar atdı. Biz daha çox özümüzü sevmirik, özümüzü istəmirik və nədənsə bilmirəm, yəni bəzi insanların hətta biraz şobut deyəcəm, canı çıxır deməyə ki, yəni bu müharibəni bizim zabitlərimiz, bizim ordumuz və necə qazandı. Yəni bunu demək olmur. Təbii ki, mən razıyam və bütün dünyada baş verən, bütün dünyadakı müharibələrə, tarix boyu baş verən müharibələrə baxdıqda 3 önəmli xətt var. 1. Ali Baş Komandan, 2. Ordu, 3. Xalq. Bunun vahidliyi, birliyi və bunun üçünün də istəməsi və bunun üçünün də eyni formada cəhd eləməsi, bu məsələ yönündə addımlar atması
olmasa, baş verməsə nəticə əldə olunmaz. Ona görə də düşünürəm ki, bu həm təkcə ordumuzun yox, həm xalqın, həm də Ali Baş Komandanın ümumiyyətlə ümumi götürsək bir qələbəsidir. Və qələbə münasibəti ilə hər kəsi təbrik edirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm və qazilərimizə can sağlığı, ümumiyyətlə əməyi keçən hər kəsə, yəni ən xırda, çünki məğlubiyyət yetimdir, amma qələbənin ümumiyyətlə istəyənlər və yaxud da ki, qələbədə öz payı olanları deyənlər çox olur. Elə onların hamısına da sonsuz təşəkkür bildirirəm ki, ən azından bu qələbəni Azərbaycan xalqı gördü və istəyinə çatdı. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.